Salam, xoş gördük. Yenidən sizinlə həmişə olduğu kimi mənəm, həkim, psixoterapevt, yalan və bədəndirici ekspert Elnay Rəhimov Tambovski. Mənə tez-tez kolleqalarım və pasiyentlərim suallar verir ki, insanları nə dərəcədə tanıyırsınız, doktor? İlk öncə insan tanımaq və yaxud da tanımamaq baxımından insanları tiplərə bölək. Birincisi cahil insanlardır ki, hansı ki, ya bir insanda yaxşıları şişirdir, pisləri heç görmür, ya da əksinə pisləri şişirdir, yaxşılarda heç görmür. Tamamilə insan haqqında bir illüziyaya sahibdir. İkincisi ağıllı insanlardır. Başlanğıcda bilmir, amma sonralar zaman keçdikcə analiz, sintez eləyir, qarşılaşdırmalar eləyir və nəticədə tanıya bilir. Çox vaxtda başına gələn müsibətlər ucbatından tanıyır və eyni səhvi təkrarlamamağa meyillidir. Və bir də üçüncü qrup vardır. Hansı ki, başlanğıcdan bəri, başından bəri bir insanın zaten nə olduğunu bilir. Lakin onun yalanlarına, onun saxtakarlığına, onun ikiyüzlülüyünə göz yumur. Özünü zəif göstərir. Özünü zəif göstərdiyi andan etibarən qarşı tərəf onu zəif qəbul elədiyinə görə çox rahat şəkildə yalan danışa bilir və o da elə bilir ki, qarşı tərəf də elə bilir ki, artıq mən bunu hər formada idarə edə bilərəm, bunu hər formada allada bilərəm. Belə bir illüziya yaranır. Və digər tərəfi də odur ki, yəni bəzən belə insanlar özləri qəsdən biliklərini, yəni rasionallığı, bacarıqlarını kənara qoyurlar ki, qoy aldadılsınlar. Qoy o emosiyaları, o duyğuları yaşasınlar. Sanki həyatı maraqlı eləmək üçün. Həyatı bir filmə çevirmək üçün. Çünki həyat bəzən duyğuları ilə birlikdə yaşananda daha maraqlıdır. Qoy məni də aldatsınlar, məsələn, mənə də xəyanət eləsinlər. Yəni, o hissləri mən ara bir yaşamaq istəyirəm. Yəni, söhbət təbii ki, bu üçüncü tip məndən gedir. Yəni, mən icazə verirəm ki, insanlar məni aldada bilsin. Lakin daimi bir müşahidəçi var. Hər şeyi müşahidə edir ki, bu sadəcə bir senariyadır və gec-tez arada hansısa bir nöqtədə qopuqluq yaranacaq. Elə ona görə də bir insan xəyanət eləyəndə, yəni bir insan yalan danışanda, bir insan birdən-birə yaxşıydı da birdən-birə dönüb pis adam olanda və birdən-birə çıxıb tərk edib gedəndə bunlar mənə təəccübləndirmir. Çünki zaten mən bunları bilirdim. Sadəcə göz yumurdum. Diqqətinizə görə minnətdaram. Sağ olun.